Herkese salam aleyküm dostlar. Bugün sizlə bir yerdə Point Blank'e necə makro qoşa bilərsiniz onu göstərəcəm. Bizə lazım olan proqram bax budur. Bunun da yükləmə qaydasını göstərəcəm sizə. Google'a giririk, adi açıqlamaya da link verəcəm. Keyran yazsaz Google deyil avtomatik çıxacaq. Bunu yükləyirik. Çox xırda 4.1 megabaytlıq bir şeydir və içinə daxil olaq. Görək biz nə istəyir. Bir də zəhmət olmasa bunu administrator kimi işlədin. Administrator dedim mən. Azərbaycan administrator stilinə bilməm nədir o stilində zətdə. Yönetici olaraq. Proqrama daxil oluruq. Bu pullu versiyasıdır. Çox güman. Biz gündə bunu 2 saat işlədə biləcəyik. Pullu versiyasında amma rahatlıqla işlədə bilərsiniz. Belə bir şeydir. Bunun üstünə girib bütün oyunların, yəni tək Point Blank deyil, bütün oyunların makrosunu tapa bilərsiniz. Bütün oyunların. PUBG-sindən tut Point Blank-ından nə bilim, Call of Duty, Call of Duty də hər şeydən. Bizə burada lazımdır Point Blank. Point Blank yazdıq. Plusu basırıq. Burada sniper, silah, hamısının makrosu var. Prosta bəziləri ola bilər, gecləyə bilər. Amma yəni seçib rahatlıqla götürə bilərsiniz. Misal üçün biz buradan bu APC-ni yükləyək. APC-ni yükləyək. Səbəb görürsünüz burada APC yükləndi. Bu heç bunu X vırırıq, nə X vırırıq. İndi biz bunu işlətməyimiz üçün biz buradan free götürməliyik. Deməli, burada K for free var. Burada gündəlik sizə 2 saat verir. 2 saat bilmirəm, bunları heç eləməmişəm mən. Get-ə basırıq. 2 saatımız açıldı. Buradan sağ tık eləyib makronu işlədiyimizi Point Blank bizə APC lazımdır. APC 9, out. Mən bunları yükləmişdim, əvvəl oynayırdım. OK vurursunuz və bunu saxlayırsınız. İndi girək Point Blank'ımıza. Bunu aparaq qoyaq yerinə. Point Blank'ımıza tez bazar giriş eləyirik. Oyunumuza daxil olduq. Tez bazar bir dənə otaq açaq özümüz üçün. Şimdi APC açım. APC olmasa bir abırçılıq. Vay aman APC'm yox. Hafif makinalarda da yoxlaya bilərsiniz. APC yoxdursa AUG eləyərik, heç nə olmaz. AUG istifadə edərik. Oyunu başlata bıraq və heç bir ban riski zad yoxdur. Yəni narahat olmayın belə şeydən. Proqramımıza girək, sağ tıx, makro, Dovland, Point Blank, AUG, AUG, A3S. İndi bunu siz qısa yol başlatmada qoya bilərsiniz. Mən cıtrılızı qoymuşum, nə qoymuşum. Belə də başlada bilərsiniz. Activated. Belə bir səs gəldi. O qorxdum. Bir də 5-5 atır, bir də 3 atır. Yəni adi saxtıqla şey edirsiniz. Bu niyə belə deyir? Deyən görməm, əlim harası deyir. Bu mənim əlim şey dəymir axı. Avtomatik özü açır. Amma silah nəsə gizlədi deyirəm də, avtomatik orada nəsə axtarıb tapmalısınız. Bircə saniyə. Bunu deaktiv edeyim. Deactivated. Buradan sniper'e qoyacağım. Ən salamat sniper'dir. Yəni makrodan sniper'e görə lazımdır. Point Blank sniper. Aktiv edeyim. Activated. Oyunumuza girək. Ha, tak, 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 tak. Görürsünüz. Bir saniyə sniper götürüm sizə görə. Sizə görə yox, göstərməyə görə. Sizə görə göstərim. Gəlin öldün ama. Hə, indi mən burada bomba atam mənə. Vurun, vurun. Vur da, vur öldür. Sniper zordur. Simen avuz oldu, başı əladır. İnşallah vura bilərəm. Küllə qutardı. Karın da şey yapar. Sniper də belə işləyir. Yəni mouse'unuz köhnədirsə, çox rahatçılıqla oynaya bilərsiniz. Misal deyək. Göstərdiniz öz avtomatika. Heç şey deyil, 3-1 promo atmağa da ehtiyac yoxdur. Nişan aldım, vurdum. Bir dənə belə bir şey desən. Və heç nəyə basmıyorum. Sağ tık, sol tık, sağ tık, sol tık. Baxın. Sağ tık, sol tık. Öz avtomatika. Gördüm. Özü eləyir. Mən heç nəyə basmıyorum. Bu qədər. Videomu bəyəndirsə bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Silahda biraz gizlədi. Başmadım mən də. Yəqin dedim, sizə dediyim kimi da seçmək lazımdır. Tam dəqiq işləyənlər. Yəni PUBG üçün də, Point Blank üçün də, Call of Duty, bütün oyunlar üçün var orada. Linki videonun açıqlama qismına qoyacağam. Videomu bəyəndirsə bəyənməyi və kanala abunə olmağı unutmayın. Əsas məsələ. Sağ olun.